Salam əziz izləyicilər. Bu günləri biz Azərbaycanda məşhur olan Doktor Seyfəddin klinikasındayıq. Burada təbii üsullarla müxtəlif müalicələr olunur. Salam doktor, necəsiniz? Salam İsmail Bey, hoş gəlibsiniz, hoş görmüşük. Xoş gördük, çox sağ olun. Doktor, mən burada qurbağa görürəm, arı görürəm və zəli görürəm. Bunların ayrı-ayrılıqda nələrə xeyri var, onu bizə deyə bilərsiniz? Bu arı Allah'ın insana verdiği nömrə 1 müalicədir İsmail Bey. Bu saçdan dırnağa qədər saç tökülməsi, yeni saçın çıxılması, migren ağrılarında, revmatizmdə, bronxial astmada, oynaq xəstəliklərində, sinir xəstəliklərində, artritdə, artrozda, varikoz damar xəstəliyində, babasır xəstəliyində, ürək damar sistemi xəstəliyində hər birində əvəzsizdir. Hər birində əvəzsizdir. Hələ saymadığım digər xəstəliklər deyirəm. Xüsusilə insultdan sonraki parez vəziyyətində olan insanlarda onların qolunun, qılçının açılmasında çox gözəl rol oynayır. Doktor, məsələn, elə birini göstərirəm, mən sancıram özümə. Buradan arı indi sancacaq, iğnəsini də görəcəksin. Hələ sancmayıb. Şimdi arı artıq Sancı. işini gördü. O sancıdan sonra xüsusi mərhəməmiz var da sizin. Baba iğnəsini gördün. Bəli. Bu arının iğnəsidir. Sancıdan sonra xüsusi mərhəməmiz var sizin ki, onun üstünə. Hə, vurulub ağrısını götürür, bölüşməyə, bəli. Doktor, bir də burada qurbağanı görürəm. Mənim özümü revmatizmdən bu arılar, yəni arı zəhəri məni həyata qaytarır. Arının çox insan faydalı. bədəninə çox faydalıdır. Bəli.